Qəbələ Şəfa. Oyunun 48-ci dəqiqəsində Şəfa komandasının oyunçusu rəqib oyunçu ilə top uğrunda mübarizədən sonra yerdə qalır. Hakim təmasın gücünü və intensivliyini nəzərə alaraq epizodu qayda pozuntusu kimi qiymətləndirmir və oyunun davam etdirilməsi barədə düzgün qərar verir. Zirə İmişli. Oyunun 82-ci dəqiqəsində İmişli komandasının oyunçusu ilə Zirə futbolçusu arasında top uğrunda mübarizə zamanı Zirə oyunçusu yerdə qalır. Hakim oyunun davam etdirilməsi barədə qərar verir və hücum Zirənin qapısına qolla nəticələnir. Hakim İmişli oyunçusunun sürüşmə fəndini qaydalar çərçivəsində yerinə yetirdiyini və topa açıq şəkildə oynadığını düzgün qiymətləndirərək oyunun davam etdirilməsi barədə doğru qərar verir. Turan Tovuz Şamaxı. 75-ci dəqiqə. Turan komandasının yerinə yetirdiyi cərmə zərbəsindən sonra top rəqib komandanın qapısına doğru istiqamətlənir. Dirəyə dəydikdən sonra qapı xətti istiqamətində sıçrayaraq yenidən oyun meydanına qayıdır. Hakim oyunun davam etdirilməsi barədə qərar verir. VAR tərəfindən topun qapı xəttini tam keçib-keçmədiyi yoxlanılır. Lakin mövcud kamera görüntüləri əsasında topun qapı xəttini tam keçdiyini aşkar və aydın şəkildə müəyyən etmək mümkün olmur. Bu səbəbdən VAR müdaxilə eləmir və oyunun baş hakiminin qərarı təsdiqlənir. Xatırlatmaq lazımdır ki, VAR yalnız aşkar və aydın səhv baş verdikdə müdaxilə edir. In out. Baxaq. Baxıram, oyun gedir. Yoxdur, digər qapı şeydən. Baxaq. Saxla içəri saxla. Görsənmir buna. Zeynal. Görə bilsən? Görsənmir axı. Buyur, bıraq. Bir dənə gedikdir, Rauf. Görə bilmir yaxı. Çünki başqa kamera yoxdur. Başqa kamera var. Tam. Yox. Bir dənə qapı şey açsa. Bu da aşkar yoxdur. Aşkar görüntümüz yoxdur. Rauf. Bir dənə də buradan baxaq, buradan o. Yox. Rauf. Bir dəqiqə. Rauf. Aşkar görüntümüz yoxdur, Rauf. Başlaya bilərsən. Bəli. Bəli, orada da nəsə oldu? Axırıncı məncə... Bundan mən nə deyə biləm? Yox, tamamdır. Girməyib oradan. Sözü gedən epizodda topun qapı xəttini keçdiyini təsdiqləyən qəti və aydın video görüntü olmadığı üçün VAR müdaxiləsinə ehtiyac yoxdur. Bu halda meydandakı hakimin ilkin qərarının qüvvədə saxlanılması düzgün yanaşmadır.